Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak etmək üçün Özbəkistana səfəri geniş proqramla və tarixi məqamlarla yadda qalıb. Səfər çərçivəsində dövlətimizin başçısının Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü zamanı iki ölkə arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası mərkəzi ilə tanış olan zaman bildirilib ki, Şavkat Mirziyoyevin qərarı ilə təsis edilən mərkəzin təməli 2018-ci ildə qoyulub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir. Bu mərkəz UNESCO və İSESCO-da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub. Eyni zamanda Daşkənddə Gələcəyin İrsi beynəlxalq mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycandan bu mükafata xalq artisti Alim Qasımov layiq görülüb. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak edib. Görüşdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayıb. Biz Azərbaycan Respublikasının tam hüquqlu iştirakçı qismində Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracaq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tam hüquqlu iştirakçı qismində məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıblar. Daşkənddə əldə olunan razılaşmaya əsasən Azərbaycan artıq Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünün tam hüquqlu iştirakçısıdır. Bu da Azərbaycanın geostrateji mövqeyinin daha da güclənməsi və Mərkəzi Asiya ilə əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın artıq 3-cü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığını bildirib. Отношения между Азербайджаном и государствами Центральной Азии имеют особый характер. Bizi çox əsirlik ortaq tarix, mədəni və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksək səviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son 3 ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər. За последние 3 года я 14 раз посещал страны Центральной Азии. За этот же период времени мои коллеги посетили нашу страну 23 раза. Tarixi, mədəni və mənəvi bağlarımız artıq yalnız xalqlar arasında yaxınlığı ifadə etmir, həm də vahid siyasi əməkdaşlıq məkanını formalaşdırır. Xəzər dənizi iki məkan arasında fiziki sərhəd deyil, əksinə birləşdirici strateji körpü rolunu oynayır və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan bu regionu vahid geosiyasi və tarixi mədəni məkan kimi görür. Хотя Азербайджан и расположен на Южном Кавказе, сегодня Azərbaycan Cənubi Qafqazda yerləşsə də bugün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq. И вырабатываем общие подходы к решению вопросов глобального и регионального характера. Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat logistika sahəsində əməkdaşlığının genişlənməsi, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat axınlarının tənzimlənməsinə, milyardlarla dollar tranzit gəlirlərinə və ortaq maraqların həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda rəqəmsal İpək yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiberoptik kabel şəbəkəsinin çəkilməsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır. Bir sözlə, Azərbaycan və Mərkəzi Asiya şərqlə qərb, şimalla cənub arasında birləşdirici bənd və körpü rolunu oynayır. Развитие среднего коридора имеет стратегическое значение для наших стран. Orta dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Son 3 ildə orta dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90% artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt beynəlxalq limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdi. Əminəm ki, Azərbaycanın əsas
hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu dəmir yolu orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir. Региона и другие факторы превратили Азербайджан в один из международных транспортных узлов. Göründüyü kimi, Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının möhkəmlənməsi iştirakçı ölkələrlə yanaşı, həm də bütün Avrasiya məkanı üçün yeni strateji imkanlar açır. Xüsusilə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, yeni iqtisadi marşrutların formalaşdırılması baxımından bu inteqrasiya bölgənin inkişafına mühüm töhfə verəcək.